Kardeşim, yaxınlaş zəhmətimiz. Bir dənə ev göstərəcəm sizə. Kim alsa Allah xeyir versin. Razində çox gözəl bir yerdə yerləşir. Get içəri. Evin üz görünüşünü görürsünüz dostlar. Köhnə tikili bir evdir, amma çox keyfiyyətli tikildi. Yəni çoxdan tikilən evdir. Ara kəsmə də monolitdir, 2 mərtəbəli ev. 5 otaqdır. Hardasa 170-180 kvadrat ölçüləri var. Evin içini də göstərəcəm, təmir ehtiyacı var. Evin gazı, ışığı, suyu daimidir, stilik sistemi, kombidir. Dediyim kimi, yəni yaşayışlı bir evdir. Həyatında belə yaşıllığı, ağacı, xudmani bir həyat var dostlar. Ən əsası odur ki, evin yerləşmə yeri həqiqətən çox gözəldir. Belə deyim də, Razin Talpuçkasına, ərazini tanıyanlar bilir. 1 dəqiqəlik məsafəsi var. Üzü Qaraçuqura, 146 nömrəli məktəbə də 1-2 dəqiqəlik məsafədir. Yerləşmə yeri həqiqətən gözəl dostlar. Belə bir evdir, kim alsa Allah xeyir versin. Ən əsası da onu deyim ki, qiymət bu ərazidə 2 sotun üstündə bu cür 5 otaqlı ev, mən deyəcəyim qiyməti qeyri-mümkündür. Videonu izləyin dostlar, evin daxilini də sizin üçün göstərəcəm. Videonun sonunda sizin üçün qiyməti deyəcəm, çox maraqlı bir qiymətdir. İzləmədə qalın, evin daxili ilə tanış olaq. Sultanov yarmarkasına gedən yolun üstündə. Dəyərli izləyicilərimiz, evi tam olaraq sizin üçün təqdim etdik. Həqiqətən çox gözəl evdir, belə də yaşayışlı evdir. Yerləşmə yeri haqqında məlumat vermişəm. Onu da qeyd edim ki, dostlar, ev yəni çox keyfiyyətli tikilir. Ara kəsmə hamısı monolit betondur. Hətta 3-cü mərtəbəni də artırmaq mümkündür. Yəni arası monolit betondur. Evin sənədləri tam qaydasındadır, torpağın da, evin də qurçası var. Qiymət dostlar, videonun əvvəlində demişdim, yəni Razində, Bakıxanovda 3 otaqlı bina evinin qiyməti nədir? Hal-hazırda bazarda 220, 210, yəni 3 otaqlı mənzillərin qiyməti budur. Mən sizə 5 otaqlı, belə gözəl, xudmani həyəti olan həyət evini təklif edirəm, təqdim edirəm. Dostlar, qiymət 235.000 manatla satışa çıxıb. Əgər real alıcı olarsa, ev sahibi ilə qiymətdə razılaşmaq mümkündür. Nömrəmiz səhifədə var, əziz dostlar. İstəsəniz, buyurun, əlaqə saxlaya bilərsiniz. Sağ olun, var olun.